Mən ilk öncə təbrik edirəm yeni təyinatınız münasibəti ilə. İlk sualı belə başlayım. Zaqatalada ümumiyyətlə şimal-qərb regionunda universitetin önəmi nə dərəcədədir? Təşəkkür edirəm, çox sağ olun. Əlbəttə ki, göstərilən yüksək etimad var mənə. Mən buna görə ilk öncə əlbəttə ki, Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əminullayeva və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradova təşəkkür edirəm. Konkret olaraq sualınıza gəldikdə isə bildiyiniz kimi filialımız 2016-cı ildə 29 aprel tarixində cənab prezidentin sərəncamı ilə yaradılıb və sərəncamda əslində filialın bölgə üçün nə qədər əhəmiyyətli olduğu öz əksini tapıb və bizim missiyamız da əslində o sərəncamda açıq-aydın göstərilib ki, filialın əsas məqsədi regionda yüksək ixtisaslı kadrların hazırlanması, gənclərin ali təhsilə çıxışının təmin edilməsi və bölgədə mövcud olan kadr potensialından səmərəli istifadə etməkdir. Yəni bu üç cümlə, üç məqsəd bizim missiyamızdır və əlbəttə ki, bu regionda, bu şimal-qərb bölgəsində yeganə ali təhsil müəssisəsidir ki, iqtisadiyyat sahəsində, xüsusilə iqtisadiyyat sahəsində və informasiya texnologiyaları sahəsində də tələbələrimizi hazırlayırıq və artıq 9 ixtisas üzrə biz kadr hazırlığı həyata keçiririk. Bu yaxınlarda yataqxananın açılışı oldu. Maddi-texniki baxımından filial hansı vəziyyətdədir hal-hazırda? Əlbəttə ki, ilk öncə cənab prezidentin açılışını etdiyi bina 2016-cı ildən fəaliyyət göstərir. Yəni bu bina əlbəttə ki, çox köhnə bina deyil və gördüyünüz kimi tədris binasında bütün lazımi şərait var ki, tədrisin təşkili ilə əlaqədar, həm də ki, sonraki dövrlərdə də tədrisin təşkili ilə əlaqədar maddi-texniki baxımından internet təminat, tribunalarla təminat, Eduman sisteminin tətbiqi, ümumiyyətlə bütün infrastruktur işləri görülüb bir tədris binasında. Amma keçən il, yəni biz yataqxanamızın əsaslı təmirinə başlamışdıq və 2024-cü ilin 12 aprel tarixində cənab nazirin iştirakı ilə tələbə evini istifadəyə verdik. Tələbə evində yaradılan şərait bir çox kriteriyalar baxımından digər tələbə evlərindən üstündür. Digər filial və yaxud da region universitetləri ilə bir tələbə mübadiləsi olurmu UNIQ Zaqatala filialı arasında? Biz Pedaqoji Universitetin Şəki filialı, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti kimi, yəni ilkin ağlıma gələn universitetlər bunlardır. Yəni biz onlarla sıx əməkdaşlığımız var və bizim həm rəsmi olaraq, həm də yəni rəsmi olaraq imzalanmış sənədlərimiz var, həm də biz onlarla səfərlər edirik və görüşlər zamanı müzakirə edirik. Biz indi bu yaxınlarda Naxçıvanda konfransda iştirak etdik və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus müəllimlə razılaşdıq ki, biz növbəti il sentyabrdan etibarən müəllim və tələbə mübadiləsi həyata keçirək, bilgi elmi tədqiqatlar və s. bu kimi məsələlər müzakirə olunub. Eyni zamanda Mingəçevir Dövlət Universitetinin yeni təyin olunan rektoru ilə Anar müəllimlə danışıqlarımız hər zaman davam edir və düşünürəm ki, biz Mingəçevir Dövlət Universiteti ilə də tələbə mübadiləsi həyata keçirə biləcəyik. Lənkəran Dövlət Universitetinin Natiq müəllim və Zaur müəllim var, rektorun köməkçisi. Daimi olaraq müzakirələrimiz davam edir və onlar da həm əcnəbi müəllimlərin də cəlbi baxımından da müzakirələrimiz davam edir. Biz düşünürük ki, bu universitetlərlə biz növbəti tədris ilindən etibarən tələbə və müəllim mübadiləsini həyata keçirə biləcəyik. Ümumiyyətlə, birgə konfransların keçirilməsi, birgə tədbirlərin keçirilməsi də müzakirə olunur. Bu yaxınlarda artıq Zaqatala filialında da elmin təşkili şöbəsi yaradıldı. Yəni buradan deyək ki, elmi iş götürmə tələbələr baxımından nə dərəcədə realdır bu gün olaraq? Düz qeyd edirsiniz, bizdə regional inkişaf mərkəzi, tədqiqat mərkəzi açıldı. 15-də artıq onun ilk seminarı nəzərdə tutulub və 23-də rəsmi açılış mərasimi keçiriləcək. Əsasnaməsi və iş planı hazırlanıb və keçən il ilk dəfə olaraq filialda 5 müəllimimizin məqaləsi Web of Science və Scopus'da
Elmi indeksli jurnalda. Bəli, indeksli jurnallarda çap olundu. Ümumilikdə 13 məqaləmiz artıq Web of Science-da və Scopus-da dərc olunduqdan sonra biz düşünürük ki, reytinq baxımından da bu filiala müsbət təsir göstərəcək və əlbəttə ki, biz magistratura səviyyəsində kadr hazırlığı ilə bağlı biz Təhsil Nazirliyinə müraciət etmişik. Bizim magistratura səviyyəsi üzrə də tələbə qəbuluna icazə veriləcək. Filialda təhsil alan tələbələrdən burada qalıb işləmək istəyənlər barədə. Filialda yəni iki istiqamətdə tələbələrimiz qala bilər. Bir akademik istiqamətdə, bir də inzibati istiqamətdə. Akademik istiqamətdə, yəni professor müəllim heyəti kimi filialda qalmaq üçün əlbəttə ki, magistratura dərəcəsi tələb olunur ilk növbədə. Mən düşünürəm ki, növbəti illərdə filialda magistratura təhsili olduqdan sonra əlbəttə ki, bizim tələbələrimiz sizin dediyiniz kimi maraq göstərirlər, amma akademik heyət olaraq qalmaq istəyirlərsə, o magistratura dərəcəsini alandan sonra, doktorantura qəbul olundan sonra əlbəttə ki, biz müvafiq vakansiya olduğu halda biz əlbəttə ki, öz məzunlarımızla işləmək, öz məzunlarımıza dərs yükü verməkdən çox böyük məmnuniyyət duyarıq. Magistr dərəcəsi olandan sonra, yəni doktorantura oxuyandan sonra elmi fəaliyyəti, yəni burada davam etdirmək istəyən məzunlarımızla biz çox rahat bir şəkildə işləməyə məmnun olaraq və çox rahat bir şəkildə düşünürük ki, işləyə bilərik, davam edə bilərik. Məzunlar artıq təhsil müddətini bitirdikdən sonra iş tapma məsələsində filial nə dərəcədə aktivdir? Mən məsələn ötən il vurğulaya bilərəm. Burada bir yarmarka keçirildi və hətta bu regionda bir çox belə deyim şirkətlər buradaydı. Mən şəxsən şahid idim, burada iştirak edirdim. Bu barədə iş gedirmi tələbələrin iş tapması baxımından? UNIAC 100 inkişaf strategiyası əsasında filialda inkişaf strategiyası hazırlanıb. Biz filialın fəaliyyət planı deyirik buna. Həmin fəaliyyət planında birinci məqsəd tədris, yüksək keyfiyyətli tədris ocağına çevrilməkdirsə, ikinci məsələ elmi fəaliyyətdir, üçüncü məsələ sizin qeyd etdiyiniz sualdır ki, yəni bizim tələbələrimizin məşğulluğu və sahibkar universitetə çevrilmək. Yəni bu bizim strategiyamızda müəyyən etdiyimiz üçüncü istiqamətdir. Yəni birinci işimiz tədrisdirsə, ikinci işimiz elmdirsə, üçüncü işimiz də sahibkar universitetə çevrilməkdir. Bununla əlaqədar biz keçən tədris ilində 23-24-cü tədris ilində 800 şirkətlə memorandum imzalamışıq. Bu tədris ilində də biz 5 şirkətlə memorandum imzalamışıq. Təqdimatımızda da qeyd olunub adları hamısı. Məsələn, Ləçək var burada, burada olan Areya şirkət, Areya ilə çox yaxşı münasibətlərimiz var. Burada fəaliyyət göstərən banklar, burada fəaliyyət göstərən fındıq zavodu və s. və s. Bunlarla bizim müqavilələrimiz var ki, onlarda da əsas məqsəd odur ki, bu iş dünyası əslində bizim tələbələrimizi işə götürəcək adamlar bunlardır. Ona görə biz istəyirik ki, onlar əvvəlcədən bizə tədris müddətində, ikinci kursda, üçüncü kursda tələbəmiz nə öyrənməlidirsə, nəyi bilməlidirsə, əvvəlcədən desinlər, əvvəlcədən biz onlarla müzakirə edək və tələbələrimizi o şəkildə yetişdirək. Yəni, tələbələrimizin məşğulluğu bizim üçün çox əhəmiyyətlidir. Yəni, tələbələrimiz nə qədər məşğul olsalar, nə qədər yaxşı yerlərdə işləsələr, o bizim üçün reklamdır, bizim universitetimizə yeni tələbə gəlməsinə cəlb edən ən əsas məsələlərdən birisidir. Ona görə biz şirkət nümayəndələrini hətta dərslərə dəvət edirik. Yəni, onu da qeyd edim ki, biz keçən tədris ilində Kapital Bank Zaqatala filialından Oruz müəllim dərslərdə iştirak edir. Sonra bizim vergi idarəsindən olan müəllimlərimiz dərslərdə iştirak edir. Siz də yəqin ki, qiyabi dərslərdə görmüsünüz ki, iş dünyasından olan müəllimlərimiz də tədrisə cəlb olunur. Burada əsas məqsəd odur ki, həmin müəllimlər, yenə də qeyd edirəm, öz həm dərslərdə iştirak etsinlər, həm də bizə məlumat versinlər ki, tələbə necə yetişməlidir, necə öyrənməlidir, hansı kompetensiyalara sahib olmalıdır ki, məzun olanda onları işə götürsünlər. Biz burada seminarlar da etdiyimiz zaman və konferanslar təşkil etdiyimiz zaman iş dünyasına dəvət edirik. Bir dəfə çox yaxşı bir seminarımız olub. Həmin seminar elə birbaşa məşğulluqla əlaqədar idi və bank müdürləri əsasən iştirak edirdi. Xalq Bankının müdürü, daha sonra bizim Akses Bankın müdürü, Turan Bankın direktoru və bir çox, hətta Kapital Bankın Zaqatala filialının direktoru Emil müəllim,
Onlar iştiraklarında əsasən deyirlər ki, mühasiblər məsələn bizə lazımdır, amma bunu bilən mühasiblər. Bilən mühasiblər. Bəli. Məsələn, kompüterdə mühasibatı bilən, yəni bir C proqramını bilsin, loqonu bilsin və s. Yəni texniki donanımlı tələbələrə üstünlük verir. Texniki bacarıqlı, texnoloji biliklərə sahib olan. Bu məqsədlə də biz birinci mərtəbədə kompüter otağı, sizin qeyd etdiyiniz kimi kompüter otağı açılıb, kompüter laboratoriyası açılıb və düşünürük ki, tələbələrimiz həmin tələblərə cavab verə biləcək şəkildə yetişəcəklər. Yəni 4-cü kursun sonuna qədər artıq onlar həmin tələbləri bilməyi bizim üçün çox faydalıdır. Məsələn, bir məsələni də qeyd etmək lazımdır ki, ingilis dili kursu da bizdə artıq fəaliyyətə başlayıb aşağıda. Biz indi onu tam formalaşdırmağa çalışırıq. Tələbələrimizin IELTS 6-5 almağı, Erasmus layihələrinə göndərilmək, yəni və ya mübadilə proqramlarına göndərilmək, düzdür, Erasmusla əlaqədar müvəqqəti dayanma var, amma biz bunu qəbul edirik. Amma başqa mübadilə proqramlarında iştirakı və ya tələbələrimiz ümumiyyətlə IELTS sertifikatına sahib olması gələcək magistraturalara baxımından, gələcək iş dünyası baxımından çox əhəmiyyətlidir. Biz görürük ki, artıq tələbələrimiz ingilis dili kurslarına yönəlirlər və kompüter kursları da aşağıda fəaliyyət göstərməyə başlayıb. Bir qrupumuz artıq məzun olub, 3 aylıq kurslardır. Orada tələbələrimizə əsasən ofis proqramları öyrədilir və bir qrupumuz artıq məzun olub. Yəni biz istəyirik ki, tələbələrimiz ingilis dilini, kompüter bacarıqları olsun, bir də ixtisasını çox yaxşı bilsin. Yəni bu şəkildə üçü də birlikdə məzun olan tələbələrimiz məncə rahat bir şəkildə işlə təmin oluna biləcəklər. Maliyyə baxımından filial özünü təmin edə bilirmi? Bu gün nə vəziyyətdəyik? Əlbəttə, filialda qeyd etdiyiniz kimi maliyyələşmə ödənişli əsaslarla təhsil alan tələbələrdən və dövlət sifarişli əsaslarla təhsil alan tələbələrin maliyyəsi əsasına təmin olunur. Filial bugün gördüyünüz kimi tam özünü təmin edə bilir. Maliyyə baxımından hər hansı bir sıxıntımız yoxdur. Yəni filialın həm əmək haqqlarının ödənməsində, həm digər xərclərdə, yəni smeta üzrə razılaşdırılmış xərclərin icrasında heç bir problemimiz yoxdur. Hətta biz keçən təqvim ilinin sonunda əmək haqqı artımına da getdik. Yəni bizim professor müəllim heyətinin əmək haqqısı 12-17%, yəni fərqli inzibati strukturlarda daxil olmaqla 12-17% artırıldı. Yəni bugün artıq müəllimlərimiz əvvəl 800 manat tam maaş alırlarsa, indi bugün 920 manata yaxın maaş ala bilirlər. Yəni bu ancaq elmi dərəcəsi olmayan müəllimlərimizdir. Doçent və ya fəlsəfə elmləri doktoru dərəcəsi olanlar isə daha yüksək maaş alırlar. Yəni ona görə də bizim maliyyə baxımından hər hansı bir sıxıntımız yoxdur və mən ümid edirəm ki, gələcəkdə də belə bir sıxıntımız olmayacaq. Zaqatalaya bu universitet nə verir? Biz universitetin regional inkişafda rolu adlı bir seminar təşkil etmişdik və bu seminarda bizim region universitetlərindən də rektorlar, direktorlar iştirak edirdi və amma ən əsas qonaqlarımızdan birisi Amerikanın Seton Hall Universitetinin professoru Ömər Gökçəkuş gəlmişdi və UNEK rektorunun müşaviri Elşən Bağırzadə. Onların mövzuları da Wisconsin ideyası və regional inkişafda universitet rolu və regional inkişafda universitetlərin rolu ənavi kənd təsərrüfatından texnologiya keçid. Yəni orada əsas məsələlərdən birisi biz elmi seminarda da gördük, təqdimatlardan da gördük ki, Wisconsin universiteti, Wisconsin ideyası ondan ibarətdir ki, universitetlər regionun inkişafına nə qədər müsbət təsir göstərir. Yəni orada necə icra olunubsa bu məsələ, biz də o modeli götürüb növbəti mərhələlərdə onu icra etməyi planlaşdırırıq. Yəni elmi cəhətdən bu müzakirə olunub artıq və Ömər Gökçəkuş Amerikada və bir çox ölkələrdə işləmiş bir professorumuzdur. Və o da ki, bizə göstərdi ki, konkret olaraq Amerikada land grant universitetlər var ki, bunlar əsasən regionun inkişafı üçün qurulan universitetlərdir. Yəni sizin də qeyd etdiyiniz kimi, buradakı ağsaqqalların da, buradakı ictimaiyyətin də qeyd etdiyi kimi,
universitetin regionun inkişafında çox böyük bir rolu var. Bu həm tələbə baxımından, həm deyək ki, tələbələrin qidalanması baxımından, həm tələbələrin sosial həyatları baxımından, yəni bütün aspektlərdən baxanda tələbələrin gəlməyi Zaqatalanın əlbəttə ki, sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Növbəti mərhələdə əlbəttə ki, Bakıdakı tələbə sayının çox olduğunu nəzərə alaraq regionlarda, yəni tələbələrin regionlarda təhsil alması, məsələn, bu bölgədən olan tələbələrin Bakıya gedib təhsil almağındansa bu bölgədə qalıb təhsil almağı üzərində işləmək lazımdır. Yəni bunun üzərində mexanizmlər inkişaf etdirmək lazımdır. Çünki bu bölgədən olan tələbəmiz gedirsə Bakıya, onun qidalanma, bayaq dediyim kimi, qidalanma xərcləri var, kira xərcləri var və əlavə olaraq da orada tıxaclar və s. Yəni Bakıda tələbələrin çox hissəsi cəmləşir, universitetlərin də çox hissəsi cəmləşir. Halbuki regionda həmin təhsili ala bilərsiniz. Yəni fiziki baxımından siz regiondasınız. Yəni burada həmin keyfiyyətdə, həmin standartlarda təhsili təmin etmək məsələsi çox ciddi məsələdir. Mən bunu başa düşürəm. Amma həmin məsələ üzərində fokus olub növbəti mərhələdə, məsələn, biz təhlillər apardıq Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bu bölgədən hər il 2500 tələbə, abituriyent tələbə adını qazanır. Bu Şimal-Qərb bölgəsində. Onların sadəcə 500-ü regionda qalır. Ciddi rəqəm. Bəli, bəli. 1998, yəni 2000 tələbə hər il Bakıya gedir. Və Bakı üçün əlavə yükdür. Bəli. Bakı üçün əlavə yükdür. Yəni həmin tələbələr regionlarda, həmin universitetlərin filiallarında, həmin universitetlərin standartlarında təhsil ala bilsələr, bunu təmin etmək məncə çox böyük bir, yəni çətin bir məsələ deyil. Düzdür, bunun üçün çox işlər görülməlidir. Amma həmin tələbələr Bakıya getmədən, yəni Bakıdakı, yenə də qeyd edirəm, yəni Bakıdakı tələbələr bugün ümumi tələbələrin 76%-dir. Böyük rəqəmdir. Yəni 24% tələbə sadəcə regionda təhsil alır. Yəni regionun inkişafı, tələbə sayının artırılması eyni zamanda sosial-iqtisadi inkişafa da təsir göstərəcək və əlbəttə ki, turizm potensialının inkişafına da təsir göstərəcək. Bizdə turizm ixtisası da var, bildiyiniz kimi. Turizm ixtisasının tələbələrin sayının artması, onların hətta turlar təşkil etməsi, agentliklərlə birlikdə işləməsi, ümumiyyətlə burada fəaliyyət göstərən otellərdə və digər turizm obyektlərində işləməsi əlbəttə ki, regionun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək. Yaxın bir neçə ay ərzində artıq ixtisas seçimi başlayır. Növbəti abituriyentlər artıq ixtisas seçəcəklər. Ümumiyyətlə, niyə UNEC-in Zaqatala filialını seçsinlər və tələbələrimizə son olaraq sözlərinizlə bitirə bilərik? Təşəkkür edirəm. Qeyd etdiyiniz kimi bizim növbəti tədris ilindən 9 ixtisas üzrə, yəni 8 ikinci qrupdan iqtisadiyyat idarə etmə ixtisası üzrə, bir də birinci qrupdan informasiya texnologiyaları ixtisası üzrə qəbul planı elan etmişik. UNEC Zaqatala filialını niyə seçsinlər tələbələr? Təhsil haqqı daha aşağıdır. Birinci məsələ, təhsil haqqı Bakıdakı ixtisaslara görə, məsələn, Bakıda 2600 manat olan maliyyə ixtisası bizdə 1450 manatdır. Bu birinci müsbət tərəf. İkinci müsbət tərəf, regionda qaldığı halda tələbəmiz Bakıdakı kira xərclərindən və qidalanma xərclərindən azad olmuş olacaq. Yəni bunları ödəməyəcək. Bu da hardasa, yəni aylıq bir 500 manat düşündüyünüz halda, yəni bu illik, yəni ümumi təhsil haqqı ilə birlikdə hesablayanda, yəni bu böyük bir məbləğə gəlib çıxır. Halbuki siz regionda, Zaqatalada yaşayan bir insansınız, Balakəndə yaşayan bir insansınız, Qaxda yaşayan və ya digər yaxın şəhərlərdə yaşayan, rayonlarda yaşayan bir tələbə abituriyentsinizsə, yəni siz bura gəlməklə, bizim yataqxanamız da artıq fəaliyyətə başlayıb. Yataqxanada qalmaqla, yəni o kimi xərclərdən azad olunur, yəni xərcləri ödəmirsiniz və bu da maliyyə baxımından çox faydalıdır əlbəttə ki. Və digər bir səbəb ondan ibarətdir ki, Zaqatala filialında Azərbaycan Dövlət İqtisad Universiteti kimi bir nümunə var. Yəni
Azərbaycan Dövlət İqtisad Universitetində tətbiq olunan Eduman sistemi burada tamamilə tətbiq olunur. Yəni təhsilin elektron idarəetmə sistemi, Education Management sistemi. Tədris materialları Azərbaycan Dövlət İqtisad Universitetinin tədris materiallarıdır. Müəllimlərimiz bir çox hallarda Azərbaycan Dövlət İqtisad Universitetindən dəvət olunan və ya orada yetişmiş müəllimlərdir və ya xaricdə oxumuş, magistraturasını almış, amma yenə də Azərbaycan Dövlət İqtisad Universitetinin sistemini bilən müəllimlərdir. Yəni burada çox böyük fərqlər yoxdur ki, gedib Bakıda o şəkildə yəni əziyyət çəkib təhsil almağa, yəni biz bunu artıq hesab edirik və biz tələbələrimizə hətta qayda ilə bir semestr Bakıda təhsil almaq imkanı da yarada bilirik. Yəni burada ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi olan tələbələrimiz bir semestr Bakıya göndərir, eyni ixtisasda eyni dərsləri alıb həmin nəticələri bizə gətirə bilir. Yəni hətta bu il biz o sayı 3-ə artırmışıq. Yəni 3 tələbəmiz yüksək ortalaması olan, ümumi orta müvəffəqiyyət göstəricisi olan tələbəmizi biz Bakıda eyni ixtisasda təhsil almağa göndəririk. Yəni Bakını görmək və Bakıda gəzmək və ya nəsə də Bakının gözəlliklərini görmək bu qədər əhəmiyyətlidirsə, buyursunlar tələbələrimiz. Yəni üçün o şərait də yaradılır. Bəli, o şərait də yaradılır. Yəni biz düşünürük ki, kadr yetişməsi baxımından əslində universitetlərdən asılı olan məsələlər çox böyük olsa da, amma bunun bir hissəsi də kadrın özündən asılıdır, yəni tələbənin özündən asılıdır. Bizim filialda da yetişib çox yaxşı yerlərdə işləyən məzunlar var. Amma İqtisad Universitetinin əsas binasında məsələn məzun olub çox yaxşı iş tapa bilməyənlər də var və ya tərsinə. O meyar olaraq götürülməməlidir. Bəli, meyar olaraq götürülməməlidir. Yəni filialda oxuyan, maliyyə ixtisasında oxuyan tələbə özünü elə yetişdirə bilər ki, maliyyə sayəsində o Bakıda da, dünyanın hər yerində də ən çox axtarılan mütəxəssis ola bilər. Doğru. Təşəkkür edirəm Raqif müəllim. Çox sağ olun. Uğurlar arzu edirəm hər birinizə.